Salam dəyərli izləyicilər. Bugün sosial ödənişlər, pensiyalar və müavinətlərlə bağlı vacib bir mövzudan danışacağıq. Xüsusilə də Qurban Bayramı yaxınlaşdığı üçün bir çox insanı maraqlandıran sual var idi. Pensiyalar və digər sosial ödənişlər bayramdan əvvəl veriləcəkmi? Bu məsələ ilə bağlı artıq rəsmi açıqlama verilib və bütün detalları indi sizə sadə şəkildə izah edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən bu ilin may ayının 27-ci və 28-ci tarixləri Qurban Bayramı günlərinə təsadüf edir. Bildirilib ki, ölkədə pensiya, müavinət və digər sosial ödənişlərin verilməsi hər ay müəyyən olunmuş qrafik üzrə həyata keçirilir və bu ödənişlər adətən ayın 27-ci tarifinə qədər tam şəkildə yekunlaşdırılır. Nazirlik vurğulayıb ki, mövcud sistem artıq planlı şəkildə işlədiyi üçün sosial ödənişlərin vaxtından əvvəl verilməsinə əlavə ehtiyac yoxdur. Yəni, vətəndaşlar pensiya və ya müavinətlərin gecikəcəyindən narahat olmamalıdırlar. Çünki bütün ödənişlər bayram günlərindən əvvəl tam şəkildə insanların hesablarına köçürülmüş olacaq. Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda pensiyalar test veriləcək, müavinətlər bayramdan əvvəl 2 qat ödənəcək kimi fərqli məlumatlar yayılmışdır. Lakin rəsmi qurum tərəfindən edilən açıqlama göstərdi ki, əlavə və ya fövqəladə bir dəyişiklik nəzərdə tutulmur. Sadəcə mövcud qrafik üzrə ödənişlər davam etdiriləcək və proses normal şəkildə tamamlanacaq. Bu xəbər xüsusilə yaşlı insanlar, sosial yardım alan ailələr və müxtəlif dövlət dəstəyi ilə təmin olunan vətəndaşlar üçün önəmli hesab olunur. Çünki bayram ərəfəsində insanların əsas gözləntilərindən biri ödənişlərin vaxtında alınmasıdır. Nazirlik isə açıqlamasında bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınır və bütün sistem buna uyğun planlaşdırılıb. Hazırda Azərbaycanda yüz minlərlə insan pensiya, əlillik müavinəti, sosial yardım və digər dövlət ödənişlərindən istifadə edir. Bu səbəbdən də hər hansı gecikmə və ya dəyişiklik cəmiyyətdə ciddi maraq doğurur. Amma verilən məlumata əsasən bu dəfə hər şey əvvəlki aylarda olduğu kimi normal qaydada həyata keçiriləcək. Ekspertlər də bildirirlər ki, son illərdə sosial ödəniş sistemində rəqəmsallaşma sürətləndirilib və artıq ödənişlərin böyük hissəsi avtomatik şəkildə bank kartlarına köçürülür. Bu isə həm şəffaflığı artırır, həm də insanların uzun növbələrdə gözləməsinin qarşısını alır. Xüsusilə bayram günlərində bu sistem vətəndaşlar üçün əlavə rahatlıq yaradır. Digər tərəfdən bəzi insanlar düşünürdü ki, Qurban Bayramı ilə əlaqədar ödənişlər daha erkən tarixdə verilə bilər. Ancaq Nazirliyin açıqlaması göstərdi ki, buna ehtiyac yoxdur. Çünki aylıq ödənişlərin verilməsi onsuz da bayramdan əvvəl tamamlanır və əlavə qərarın qəbul olunmasına səbəb yaramır. Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, yalnız rəsmi məlumatlara inansınlar. Sosial şəbəkələrdə yayılan qeyri-dəqiq xəbərlər insanlarda çaşqınlıq yarada bilər. Ən doğru məlumat isə dövlət qurumlarının rəsmi açıqlamalarında yer alır. Beləliklə, yekun olaraq demək olar ki, Qurban Bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərdə xüsusi dəyişiklik olmayacaq. Bütün ödənişlər əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həyata keçiriləcək və vətəndaşların hesablarına vaxtında köçürüləcək. Əgər siz də pensiya, müavinət və sosial ödənişlərlə bağlı ən son xəbərləri izləmək istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Fikirlərinizi isə şərh bölməsində yaza bilərsiniz. Bayram öncəsi hər kəsə xoş günlər və bol ruzi arzulayırıq.